Həqiqətdə bunlar ayrı-ayrı şeylərdir. Bəzən elə zənn edilir ki, ixlas elə niyyətdir. Bəzən elə zənn edilir ki, ehsan elə ixlasdır. Üçü də ayrıdır. Və aralarında olan fərq nədir? Hər üçünün arasında olan fərq. Yadda saxlayın. Niyyət ibadəti təyin edir. Niyyət ilə ibadət təyin olunur. Bu hansı namazdır? Fərz yoxsa nafilə? Fərzdirsə hansı fərzdir? Zöhrdür yoxsa əsrdir? Sən niyyət ilə ibadəti neynədin? Təyinlədin. Bu ixlas deyil. Bu ayrı bir şeydir. İxlas isə ibadətin əcrini, savabını qoruyur. İbadətin əcrini hasil edir. Ona görə ola bilsin, adam namaz qılır, niyyəti var, yerindədir. Yəni soruşsan ki, hansı namazı qıldın? Deyəcək ki, zöhrü. Niyyət yerindədir ya yox. İbadəti təyin edib niyyəti ilə, edib. Lakin ibadətini riya üzərində qurub. Və ibadət əsnasında riya gəlib, bu da razı qalıb. Belə də qılıb tamamlayıb. İxlasla qıldı, yoxsam yox. Yox. Amma niyyəti var idi, var idi. Deməli, ixlas niyyətdən ayrı şeydir. Niyyət olmasa o ibadət sayılmır. İxlas olmasa ibadət sayılır, lakin ibadətin əcri batil olur. İbadətin əcrini yox edir. Yaxşı sual verilsə ki, bu necə olur? İbadət yerində qalır, amma əcri puç olur. Bəli. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim bir arrafa, falçının yanına getsə, onun 40 gün namazı qəbul olunmayacaq. Bu bunun dəllidir. 40 gün namazı qəbul olunmayacaq, yəni 40 gün namaz qılmasın? Yox, qılmalıdır. Amma bilməlidir ki, 40 gün ərzində namazın savabı yazılmır. Deməli, ibadətin özü var, amma əcri yoxdur. İxlassız ibadət də budur. Niyyətsiz ibadət yoxdur. İxlassız isə ibadətin ola bilsin özü var. Əda eləyib, amma əcri yoxdur. İhsan nədir? İhsan da ixlasdan ayrıdır. İhsan həmin o əldə olunan əcrin kamilləşməsi, və bir də ibadətdə olan qayə ki var məqsəd, ona çatmaq, ona nail olmaq. İhsan budur. İhsan ixlas deyil. Misal, bayaqki misal üzərində. Adamın niyyəti var, təyin edib, zöhrü qılır. Niyyət var, var. Və ibadətində riya da yoxdur. İxlasla qılır. Riya yoxdursa, əksi nədir? İxlas. Bu da yerindədir. Amma namazda xuşu yoxdur. Fikir verdiniz, xuşu, hansı ki biz ona ihsan deyirik, ixlasdan ayrıdır. Yəni bir adam xuşusuz namaz qılsa, o deməkdir ki, riyana qıldı. Bunu nə üçün belə qeyd edirəm? Hətta bəzi alimlər bunu deyiblər. Bunda xəta ediblər. Məsələni elə təsəvvür ediblər ki, xuşu ilə ihsan və ixlas eyni şeydir. Yəni ihsan, hansı ki ona xuşu deyirik, ixlasla eyni deyil. Çünki biz desək ki, eynidir. Onda elə çıxır ki, biri xuşusuz namaz qılsa, elə bir ki, ixlassız, yəni riya ilə namaz qıldı. Yox. Ola bilsin, insan ixlasla qılır, riya yoxdur, amma xuşu da yoxdur. Xülasə budur ki, niyyət, ixlas və ihsan, xuşu arasında fərq budur ki, niyyət ilə ibadət təyin edilir, ixlas ilə ibadətin əcri qorunur, ihsan ilə, xuşu ilə həmin əcr tamamlanır və bir də o ibadətdə olan qayəyə, məqsədə nail olunur. Aydın oldu?